Tofiq Tağızadənin rejissorluğu ilə ərsəyə gələn, dünyanın 100-dən çox ölkəsində nümayiş olunan Uzaq Sahillərdə filmi. 1959-cu ildə Alman dilinə dublaj edilən ekran işi Berlində tamaşaçılara təqdim edilib. Ekran əsəri kinosəvərlər tərəfindən böyük maraqla qarşılanıb. Ekran işi 2-ci Dünya Müharibəsi zamanı Yugoslaviya və İtaliyada fəaliyyət göstərən əfsanəvi Azərbaycan partizanı və müqavimət döyüşçüsü Mixaylo ləqəbli Mehdi Hüseynzadənin həyatından bəhs edir. Tam metrajlı bədii film olan bu ağ-qara sənət əsəri 89 dəqiqəni əhatə edir. Film elə ilk baxışdaca ictimaiyyətin sevgi və marağına səbəb olub. Mixayloya 107 illik sevgi, 67 illik ehtiramın göstəricisi olaraq film bugün də dünya ictimaiyyətinə layiqincə təqdim edilir. Ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalının diplomuna layiq görülüb. Bəstəkarı Qara Qarayeva isə filmin musiqisinə görə mükafat təqdim edilib. Ekran işi 1959-cu ildə Daşkənd Kinofestivalının qalibi olub. Bir qəhrəmanın həyat hekayəsi olan Uzaq Sahillərdə filmi nəinki Azərbaycan tamaşaçısını, eləcə də xarici kinosevərlərin böyük rəğbətini qazanıb. Uzaq Sahillərdə Azərbaycan kino incisi olaraq yaddaşlarda daim qalacaq. Xanım Paşazadə, Seymur Novruzov, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.